Salam, xoş gördük əziz tamaşaçılar. Yenə sizinlə Valideyn məktəbindəyik. Ailəni kiçik bir dövlətə bənzətmişik. Atanı isə həmin dövlətin başçısı təyin etmişik. Bu gün Valideyn məktəbində mövzumuz ata valideynin ailədə mövqeyi mövzusudur. Bu məqsədlə yolumuzu gözəl, səfalı Zaqatalanın Kəpənəkçi kəndinə salmışıq. Bu mövzunu Həsənovlar ailəsində müzakirə edəcəyik. Gəlin ailə ilə tanış olaq. Həsənov Şaban, ailənin başçısı, ata. Həsənova Maysa xanım, ana. Ailənin kiçik övladı Həsənova Maya, tələbə. Ailənin bibisi Abdurrahmanova Ağgül xanım. Əziz tamaşaçılar, Şaban bəy 52 yaşı olmasına baxmayaraq, gənc ailə başçısı olmasına baxmayaraq, o çox böyük təsərrüfat idarə edir və həmin ailənin içində öz gənc oğlunu da evləndirib və ikinci bir ailəni də himayə edir, idarə edir və ailə başçılığı edir. Ona görə ilk sualı Şaban bəyə ünvanlayırıq ki, ata valideynin ailədə mövqeyi necə olmalıdır? Çünki əslində baxanda sizin ailədə 2 ata valideyn var. Hələ ki düzdür nəvə sahibi deyil, amma olacaq. Amma 2 ata valideyn, 2 gənc ailə başçısı var. Sizcə Şaban bəy, ailədə atanın mövqeyi necə olmalıdır? Əvvəla xoş gəlmisiniz. Biz də bütün Azərbaycan ailələrini salamlayırıq. Ailədə ata demək necə olar? Ailənin başçısı kimi deyirəm ki, ailə sağlam olmalıdır, möhkəm olmalıdır. Mən deyim ki, 2008-dən bəri onlar üçün, 3 balam üçün çalışırıq. Həyat yoldaşım və mən, onların təhsili üçün. İnşallah arzularımıza da çatmışıq. 3 gün də ali təhsil eləmişəm. Böyük evladım xaricdə olur. İkincisi də 2-ci Qarabağ müharibəsində iştirak edib, gəlib ailə qurub, həyat yoldaşı ilə, ona da mən baxıram. Nə deyim, ailə möhkəm olmalıdır, sağlam olmalıdır. Ailənin təməli qoymaq üçün ana atadan çox şey asılıdır. Evladlarımdan çox razıyam. İstərdim ki, bütün Azərbaycan ailələrində evladlar, ata-analar möhkəm, sağlam olsun, bir-birini başa düşsün. Necə evinizi ailədə tanıtdınız? Ailə başçısı kimi necə tanıtdınız? Bu əvvəldən uşaqların balaca vaxtından, tərbiyəsindən asılıdır. Biz balaca vaxtını necə tərbiyə elətdiksə, böyüyündə də elə tərbiyə elə getdi onlarda. Yəni əvvəldən onunla necə məşğul olmaq lazımdır, evladla, əvvəldən, balaca vaxtlarından, 2 yaşlarından. Bizim Azərbaycan atası ilə başqa ölkələrin atasının fərqi nədir? Başqa ölkələr deyəndə bizdə Azərbaycan ataları güclü atalar olur. Evladı ilə dost, yoldaş, onların gələcəyi üçün çalışan atalar olur. Mən Azərbaycan atalarından fəxr edirəm. Çünki bu yaxınlarda 2-ci Qarabağ müharibəsində gördük ki, evladları necə gedib torpağımızı azad elədilər. Bəli, onları da ata böyütmüşdür. Bəli, Çünki bəli, onlara bəli. o ər qeyrətini, mərdliyi, döyüşkənliyi məhz anadan da çox ata aşılamışdır. Bəli. Yəni atanın təkanıdır, millətimizin təkanıdır. Onlara olan dəstəkdir ki, bugünkü gündə 2-ci Qarabağ müharibəsində 20% olan torpaqlarımızı azad elədilər. Həmin devirdə mənim balam da müharibə devrini keçdi. O da qəhrəmancasına iştirak elədi müharibədə. Sağ-salamat gəlib evləndirmişəm. Ailə sahibidir, ona da mən baxıram. Ali təhsillidir o da. Çox gözəl. Deməli siz ata kimi həm də təkcə o ailənin maddi büdcəsini təmin etməklə yox, həm də onu vətənpərvər kimi yetişdirirsiniz. Bəli. Bu çox gözəl bir haldır. Yəni bütün Azərbaycan ailələri üçün xas olan haldır. İndi mən ailənin ən kiçik övladı Maya xanıma, Maya xanım tələbədir. Ona sual vermək istəyirəm ki, siz müasir bir gəncsiniz. Sizcə müasir ata necə olmalıdır? Məncə bizim ölkənin valideynləri uşaqların həm təhsilinə, həm qayğısına daha diqqətli, daha məsuliyyətlə yanaşırlar. Onların gələcəyi üçün əziyyət çəkirlər, çox çalışırlar. Müasir atanı necə görürsən? Məsələn, atanı necə görürsən? Sənin atan necədir? Amma istəyirsən ki, belə olsun. Yoxsa elə belə təsəvvür edirsən? Elə sənin atan
sənin atandır. Yəni qız övladları bildiyiniz kimi atanı daha çox sevirlər, bağlıdırlar, ona fəxr edirlər, onu çox sevirlər və nə yaxşı ki deyirlər, mənim atamdır, nə yaxşı ki mənim atam var. Yəni müasir ata kimi atanızı bu cür görürdünüz, yoxsa başqa cür təsəvvür edirsiniz? Belə olsaydı daha yaxşı idi. Belə sual içinizdən Belə keçməyib olduğu ki? kimi, Olduğu kimi biz sevirik atamızı. Müasir ata kimi ata sizə nə istəmisiniz eləyib? Məsələn, Bizim üçün hər şey eləyib. nə gözəl ki belə övlad, belə xeyirli övlad, belə gözəl atalarla görürük və öyünürük, fəxr edirik. Bayaq da qeyd etdiyim kimi ailədə ana Maysə xanımdır. Maysə xanım da eyni ilə zəhmətkeş, düzgün tərbiyə istiqamətini seçən bir ana valideyndir. İndi Maysə xanım, mən bu müzakirədə ən çox mən düşündürən mövzu ananın zəhməti, işidir. Nə üçün belə düşünürük ki, ilk olaraq düşünürük ki, ailədə ev işlərini yalnız ana valideyn işlə etməlidir. Bu belə olmalıdır, yoxsa sizin düşüncəniz başqadır? Nə üçün bütün ev işlərinin çox hissəsi ana valideynin payına düşməlidir? Mən də elə düşünürəm ki, ev işləri həqiqətən də ananın payına düşməlidir. Ailə başçısı təsərrüfatla məşğul olur, əkinlə, səpinlə məşğul olur. Mən də evdə onun qazancını idarə edənəm. Uşaqlarımla mən evdə qalan mən oluram da, mən oluram evdə qalan. Bəs ev işləri, yəni həyət, evin öz işləri, yemək, paltar, bütün bunlar ardıcıl hər vaxtı, illərlə sizi yormur ki. Məsələn, elə anlarınız olub ki, yəni bu işləri yerinə yetirmək istəməmisiniz. Yox, olmur belə bir şey. Həmişə istəmisiniz ki, elə Əlbəttə ki, öz vəzifə borcunuz kimi. Vəzifə borcumdur. Uşaqlarım üçün canımızdan keçirik biz həmişə. Yəni ev işlərində sizə başqa kömək eləyən və yaxud siz həyət işlərində, təsərrüfat işlərində Şaban bəyə kömək eləmisinizmi? Eləyirəm. Bəli. Lazım gələndə ona da kömək eləyirəm. Öz işimi də eləyirəm, ona da kömək eləyirəm. Hər işə Bəli. ardıcıl Yəni ana valideyn həqiqətən fədakardır ailədə. Həm ev işlərinə əl atır, hamısını səliqə, səhmanlı, nizamlı şəkildə yerinə yetirir, həm də həyat işində, hətta təsərrüfatda da ataya köməkçidir. Necə eləyək ki, biz yeni qurulmuş gənc ailələrin dağılmasına mane olaq, qoymayaq. Məsələn, bayaq da qeyd etdiyim kimi, bu toy dəbdəbəsi, təmtəraq, bu bəzək-düzək getdikdən sonra ailə modeli tam şəkildə qalır gənc atanın gözü qarşısında və yaxud gənc ananın. Onlar bu ilk addımda uğursuzluqlar görəndə, bir-birini anlamamaq görəndə dala çəkilirlər və çıxış yolunu da deyirlər ki, boşanaq. Tez. Bu deyilmiş bizim düşündüyümüz və bu zaman qaçırlar atanın, ananın üstünə. Ata neyniyək? Ana neyniyək? Bax bu zaman bəzən ana deyir ki, hə boşan. Və yaxud ata deyir ki, hə boşan. Bax bu halda övlada mənəvi və maddi dəstək necə olmalıdır? Əvvəla onların ailə quran vaxtı sevgiləri möhkəm olmalıdır. Ay sağ olun. Sevgiləri möhkəm Tam olmalıdır. razıyam Əgər bundan, onların bəli. sevgiləri yalandırsa, kimsə kənardan müdaxilə edib düzələn işdirsə, o Bəli. iş günü düzələn iş deyil. Bax mən belə atalarla alqışlayıram, fəxr edirəm ki, bax bu gün gözəl bir regionumuzdur, gözəl bir məkandır. Yəni bu düşüncə nə qədər müasirdir, nə qədər gözəldir. Sevib qurmalıdır ailə. Bəli. Ən əsası odur ki, onlar iki gənc Kökündə məhəbbət dayanmalıdır. Bəli, məhəbbət dayanmalıdır, bir-birini sevməlidir. Qohumdan, əqrəbədən almamalıdırlar. Bəli. Bu qohum əqrəbə ailəsi tez dağılır. Yox, dağılmayanlar da var, amma gəlin əlbəttə ki, razılaşaq ki, tam Ancaq şəkildə belə deyək ki, sevib alanda- özü sevməlidir. Özü Bəli. sevib alanda gözəl olur. Onların təməli də möhkəm olur. Bəli. Sabah bir gün evdə söz-söhbət olanda deyirəm, Ötürürlər. bəli, sevib gətirmisən, sevib almısan. Bəli. Bir-birinizi başa düşməlisiniz, gələcəyiniz yaxşı olmalıdır. Biz də şükür evladımı tez evləndirmişəm. Razıyam gəlinimdən də, oğlumdan da. Gözəl, sağlam ailələri var. Çox gözəl. Şükür onların arxasında bir valideyn kimi həyat yoldaşına dayanmışıq. Bəli, yəni ikinizin də maddi cəhətdən dayanmağı yetərli deyil. Bəli, əsas mənəvi cəhət. Maddi cəhət o qədər də güclü lazım deyil. O da lazımdır, ancaq mənəvi cəhət dəstək evlada Daha yaxşıdır. daha yaxşıdır. Onda bəli. nümunə çək, öz keçmiş həyatınızdan nümunə çəkmisiniz, yoxsa eləcə tövsiyə mövqeyində belə ol, belə ol, belə ol demisiniz?
Bax onu necə Hələlik edirsiniz o ki, vəziyyət- bax bu gün Azərbaycan ailəsi bizə qulaq asanlar, bizi eşidənlər üçün çox maraqlıdır ki, mən qaynana kimi, qaynata kimi necə gənc gəlinə, gənc qıza, gənc oğula necə kömək edim? Axı onun özündə mən deyirəm, ailə onsuz özü ailə məktəbi bir yazılmamış böyük bir məktəbdir. Ən böyük onun da kitabı o təcrübələrdir. Siz ona yol çəkən, yol göstərəndə deyirsiniz ki, belə ol, yoxsa başqa bir nümunə çəkmisiniz? Nümunə deyəndə belədir də, onlar məsəl üçün aldığım gəlin də bir evin qızıdır. Əlbəttə. Mənim bir qızım var, o gəlinim də mənim ikinci qızımdır. Yəni mən bu gün bilirəm Bəli, ki, bu iki düşüncə qızım var, gözəldir. Bəli. İki qızım var. Yəni o evdən də o qız gəlib. Oğlum da o evin oğludur. Bəli. Bəli, elə olmalıdır. Çünki əgər onların təməli möhkəm olursa, gələcəklər də şükür yaxşı olacaq. Yəni biz onlara həmişə dəstəyik. Yəni sözü təkcə oğlunuza deyirsiniz, yoxsa ikisinə birlikdə Hələlik deyirsiniz? şükür, hələlik heç bir aralarında söz-söhbət olmayıb Təki ki, olmasın. Təki olmasın. onlara bəli. deyək, şükür Aha. gəlinimdən çox razıyam, oğlumdan da razıyam. Yəni gələndə Allah gülər üz, saxlasın. ailənin Aha. süfrə başında gülər üzlük varsa, bu Bəli. çox möhkəm məhəbbət. Bəli, hər şey o sevgi, səmimiyyətdən başlayır. bəli, Məncə səmimiyyətdən başlayır. hər şeyin kökü ailənin də başlığında, işgüzarlığında, əməksevərliyində, idarə etmənində, istiqamətində, kökündə gözəl bir səmimiyyət. Bəli, işləyib Səmimiyyət gəlir, olmalıdır. gəlin qabağına çay qoyanda elə bir dünyalar sənə verir. Bəli, bəli. Maysa xanım, Şaban bəyin dediklərindən mən o qədər səmimiyyət duydum və eyni sualı sizə demək istəyirəm ki, siz yəni Övladlarımdan da razıyam. mən bu ailəyə Çox gəlməkdə heç də səhv eləməmişəm. Çox Çox gözəl ailəmiz var. Özümə çox zövq alıram ki, mən bu sözü ailə. ailə, bəli, Azərbaycan ailəsi. Yəni baxmayaraq ki, övladlar böyüdüblər, oxudublar, çətinliklər şəhər deyil. Yəni bu bilirsiniz də regionlarımızın, kənd yerlərinin özünə məxsus çətinlikləri var və bu çətinliklərin müqabilində nə gözəl, o zəhmətin müqabilində nə gözəl gülümsəyirlərsə, nə gözəl həyata belə müsbət enerji verirlərsə, çox gözəldir. Yəni mən arxayınlıqla nümunə çəkə biləcəm sizi. Biz çox Başqa gözəl ailələr. bir-birimizə güzəştə getmişik həmişə. Nələrdə? Hər şeydə. Hər bir Övlad şeydə. böyütməsində, yoxsa ev işlərində, yoxsa Hər bir şeydə, hər bir şeydə bir-birimizə güzəşt eləmişik. Güzəştlərdə ilk dəfə siz başlayırsınız, ümumiyyətlə yoxsa Şaban bəy? İkimiz də. İkiniz də İkimiz çox də. gözəl. Yəni sizdə də yəqin ki, məndə belə bir təsəvvür yarandı ki, sizdə də ailə, yəni təməli tam məhəbbət əsasında qurulub. Ona görə bir-birinizi neçə ildir evlisiniz? 27 il. 27 ildir bir-birinə bu qədər arxayın, bu qədər məmnunluqla, yəni razı olurlarsa nə gözəl. Nə gözəl ki, belə bir Azərbaycan ailəsini bütün Azərbaycan tamaşaçısına tanıda biləcəyik və bununla mən də bir aparıcı kimi fəxr edirəm ki, mən belə bir ailənin içində ata necə olmalıdır mövzusunu müzakirə meydanına çıxartmışam. Deyirlər ki, ən gözəl nümunə insanın özüdür. Sən gərək özün yaxşı olasan ki, başqasına da bir yaxşı işi məsləhət eləyəsən. Əgər siz bu gün ikiniz mübahisə etsəniz, təbii ki, gəlin, oğul sizi dinləməyəcək. Ehtiram xatirinə, hörmət xatirinə dinləsə belə, sonra gedib əməl etməyəcək. Özləri necə danışır ki, mən
onun dediyinə qulaq asım. Ona görə siz həm öz ailəniz üçün gözəl nümunəsiz, həm də digər Azərbaycan ailələri üçün. Amma yenə də mən yenə də düşünürəm ki, bəs ondan gözləntiniz nə idi? Fikirləşirdiniz ki, kaş Şaban bəy bunu mənə vaxtında belə deyəydi və yaxud bəzi qadınlarımız var da, mənə bu əşyanı, bu hədiyyəni alaydı, məni bu ölkəyə gəzməyə aparar. Bax belə fikirlərinizdən bizdən bölüşün də. Düzdür, biz xarici dövlətlərə zada getməmişik gəzməyə, amma uşaqlarımız üçün biz istəmişik ki, mən öz xəyallarımı uşaqlara yaşatmaq istəmişəm həmişə. Bəli, mən bayaq eşitdim Həmişə. ki, siz oğlunuzu xaricdə təhsil alır. Oğlunuzun haqqında danışın, zəhmət Çünki olmaz. mən özüm oxumaq istəmişəm həmişə. O bir qismət olmayıbdı. İstəmişik ki, indi uşaqlarımızı oxudaq. Oğluma əsas həyat yoldaşım dəstək oldu xaricə getməyə. Çünki mən çox istəmirdim də uzaqlaşsın deyə bizdən. Bəli. Amma həyat yoldaşım çox dəstək oldu ona. Hansı şəhərdə ali təhsil alır? Polşada, magistr pilləsindədir. Hə. Çox gözəl. Yəni baxın biz Zaqatalada əyləşib övladlarımızın gələcəyini Avropa təhsilinə, beynəlxalq təhsilə çıxartmağı da düşünürüksə, bu da çox gözəl bir niyyətdir. Yəni ata missiyasının davamıdır, ana missiyasının davamıdır. Bundan gözəl heç nə ola bilməz Şaban bəy. Mən bu səmimi atan, ana söhbətinə qulaq asdım və məndə belə bir sual yarandı ki, həqiqətənmi bu deyilənlər özləri ailədə bilirlər. Bu belədir. Özləri öz qayda qanunlarında keçid bir-birinə güzəşdi. Hamısı tam səmimiyyətlə başa saldılar. Amma mən başqalarının gözü ilə də bu ailəyə baxmaq istəyirəm. Ona görə Ağgül xanıma müraciət edirəm. Ağgül xanım, Kəpənəkçi kəndində sizin qohum əqraba içərisində Şaban bəy dayınız oğludur. Bəli. Bu deyilənlər həqiqətənmi belə görünür? Bu ailə kənardan necə görünür? Ailə Tamar xanım çox nümunəvi ailədir. Kənddə ən nümunəvi ailə mənim dayımın oğlunun ailəsidir. Uşaqları ali savadlı, oxumuş uşaqlar, özü fərdi zəhmətkeş, fərdi təsərrüfatı var. Çox ailələr istəyər ki, qibtə eləyir ki, kaş bizim belə ailəmiz olsun. Bir-birini başa düşürlər. Ər-arvad bir-birini başa düşür. Ən əsası ər-arvad bu ailədə bir-birini başa düşür. Ailədə də elədir ki, böyüklər necədir, uşaqlar da böyüklərə baxıb elə bir ki, özlərini idarə eləyirlər. Bəli. Bu kənddə heç kim deyə bilməz Şabanın ailəsində bir qüsur var. Bunu uşaqları bu hərəkəti ediblər. Çox tərbiyəli uşaqlardır. Uşaqların üçü də ali təhsillidir. Bəli, həm də halal zəhmətlə. Əlbəttə, halal əziyyətlə, zəhmətlə böyüdüblər uşaqları. Ata valideynin evdə az olması oğlan uşaqlarının maya inkişafına necə təsir edir? Çünki əvvəllər belə idi ki, ata hansı işin dalınca gedirdisə, onu da oğlanı da özü ilə aparırdı və oğlan atanın bütün hərəkətlərini, bütün istəyirdi ona oxşasın, bənzəyişləri götürürdü. İndi isə belə deyil. Çünki ataların yolu başqa olub, oğulların yolu başqa, oğul savad almalıdır və evin çox hissəsini ata görünmür. Atalar az görünən ailədə oğlan uşaqlarının inkişafı necə gedir? Əslində mən gələcəyim psixoloqu kimi bu sualı qardaşlarıma versəz daha yaxşı olardı. Çünki onlar burada olmadığı üçün, işdə olduqları üçün bu sualı cavablandırmaq mənim üzərimə düşür. Şahin, mən bildiyimə görə Şahin qardaşını Polşada təhsil alır, magistr təhsil bu alır. görüş vasitəsilə ona böyük təhsilində uğurlar diləyirik. Turan qardaşım da rayonda işlədiyi üçün, evə gec gəldiyi üçün Sualı cavablandırmaq. bu sualı cavablandırmaq mənim üzərimə düşür. Bəli. Səncə ata getdi işə, ana evdədir. Uzun müddət bu belə davam edir. Bəs oğlanların inkişafına, düşüncə cəhətdən, psixoloji cəhətdən, müxtəlif cəhətlərdən, fiziki cəhətdən atanın az görünməsi uşağın, oğlan uşaqlarının inkişafına necə təsir edəcək qızım? Məsələn, mənə elə bu coğrafi mövqe, məsələn, Kəpənəkçi kəndi kimi, yəni kənd uşağı kimi necə təsir edəcək? Atamız evdə olmasa da anamız bizə həmişə deyib ki, yəni bu işi belə düzgün eləyin. Elə övlad var, heç ona söz demək lazım deyil. Özü duran kimi bütün işləri görür ki, ata, ana evdə yoxdur, bütün işləri görür. Mala ot vermək, su lazımsa verir. Başqa işlərdə, hər işlərdə köməkçidirlər evladlar. Olmalıdırlar da.
bax dediklərinizi hamısı yetirirlər. Amma elə fərq qoyursuz. Məsələn, siz indi qızınız Mayanı çox istəyirsiniz, yoxsa oğlanlarınızı? Yəni Bax sizcə atanız kimi çox istəyir? Mən daha çox istəyirəm. Niyə? Bax bunun kökü nədir? Səbəbi nədir? Niyə çox istəyir sizi? Bir qız olduğunuza görə. Məsələn, belə ayrı seçkilik olur da. Ağgül xanım, məsələn deyir ki, atam məni çox istəyir, yox məni çox istəyir. Yəni bu ailədə necə tənzimlənsin? Bax, bu övladın üçünün məhəbbətini necə bölürsüz Maya xanım? Çox səmimi şəkildə boynuna alır ki, mən erköyünəm. Ona görə məni çox seviblər, özləri belə böyüdür. Amma o erköyünlük həmişə bizdə xeyir verməyəcək. Bəzi halda biz onu kənara qoyub və özümüzü öz yaşımıza uyğun, mən 23 yaşındayam, mən 25 yaşındayam kimi hiss etməlidir. Ağgül xanım, sizə belə sual ünvanlamaq istəyirəm ki, necə eləyək ki, humanist insan, gözəl vətənpərvər və xeyirli övlad yetişdirək? Bəli, ailə başçısı özü vətəni sevməlidir. Vətənpərvəri ruhunda uşaqlar böyünməlidir. Birinci ailədən gəlməlidir, evin böyüklərindən gəlməlidir. Sonra da uşağın öz canında olmalıdır ki, vətənpərvər olmaq üçün. Öz evimizdə biz gördük ki, mən oğlum da əsgər xidmətində olanda Hansı oğlunuz? Turan Turan. öz vətənpərvərlik borcunu layiqincə yerinə yetirdi. O zəhmət olmasa necə məsələn getdi? O vətənin çətin günündə bax necə Turan psixoloji cəhətdən necə idi? Nə istəyirdi? İstəyi nə idi? O əsgərliyə getdi. 3 aydan sonra müharibə başladı. Bəli, 2-ci Qarabağ. Heç o müharibədə olduğunu bizə də deməmişdi. O Şəmkirdə idi. Müharibə başlayandan sonra atasına zəng elədi, dedi ki, mən də Murovdayam deyə. Aha. Elə bu müharibə qutalıncaq orada iştirak elədi. Elə günü bugündə əsgərlik xidmətini qutalıb gəldi və yenə deyir ki, müharibə olsa yenə gedəsiyəm. Bəli, ehtiyatlı. Çünki onların içində vətənpərvərlik uşağın oradan görünür ki, bəli, bu döyüşün içində də vətənpərvər. biraz bərkiyib yetişib. Bəli, çünki gözünün qabağında ölən şəhidlərimizi görüb. Biz. Yəni döyüşün əsl qaydasını görüb. Döyüş yolu hardan keçib? Dediniz? Kəlbəcərin alınması, Kəlbəcər istiqamətində olan döyüşlərdə iştirak edibdi. Maşallah, yəni Allah belə oğullarımızı saxlasın, vətən belə oğullarla fəxr eləsin. Əvvəla hər şey ailədən, ana-atadan asılıdır. Onların uşaqlara verdiyi tərbiyədən, göstərdiyi şəraitdən. Ən gözəl nümunə həyatda ana-atadır. Evlada nümunə. Yəni bunun üçün də əvvəldən dediyim kimi evladı belə tərbiyəli böyütmək lazımdır. Evlada tərbiyə vermək lazımdır. Vətənpərvər böyütmək lazımdır. Sual-cavab eləyə-eləyə çəkiliş gedə-gedə sevinirəm. Sevinirəm ki, nə yaxşı mən belə bir ailədə qonaq oldum. Bu gün Kəpənəkçi kəndində Həsənovlar ailəsində əyləşib atalarımızdan danışdıq. Oğlun dağ kimi arxa söykədiyi, qızın güvənc yeri, qadının ocaq sahibi sandığı atalarımızdan danışdıq. Atalarımız yaxşı deyib, göydə Allah, yerdə ər, yəni ata. Bu gün ata valideyn ailədə öz məsuliyyətini gözəl başa düşür, ailəsini inamla idarə edir, özünün türk soy kökündən olduğunu unutmur. Ailənin namus və əxlaqını hər cür ehkamdan uca tutur. Bu gün atalarımızı və ailəmizi baş tacı etmək ümidi ilə sizinlə sağollaşırıq. Yenidən görüşərik.